Və Disneylanddə bir günümüz başlayır. Ay sənin telefonum mənə düşəndə. Kimi alım? Öyle özüm alaram da. Ama bir uşağın arzusunu yerine getirdim ben bugün. Bugün günlerden Disneyland. Paris'te 3. günümüzdür ve bugünü tam olarak Disneyland'e həsr edirik. Bəli, səhərdən axşama kimi 2 parkda səfər. Bəli. İnşallah. Evet. Ve Disneyland'de bir günümüz başlayır. Yoxlanışdan keçdik. İndi birinci 2 parka da bilet almışıq. Birinci gedirik Disneyland studiyaya. Disney studio, yəni filmləri çəkilən hissəyə. Sonra axşamı gedəcək Disneyland'ın əsl parkına. Ay. O həmin ışıqları görmək üçün. Deməli, oteldən mindik adi metroya. Sonra metronu dəyişdik. RER A yazılır. Həmin o qatara mindik. Və cəmi demək olar 5 euro ümumi qiymət elədi. 2.50 belə hesablasaq 5 avroya gəldik bura çatdıq. Heç bir taksiyə minmədən, heç bir əlavə bir nəqliyyatdan istifadə eləmədən. Birbaşa metro çıxır Disneyland'a. Bəli. Kulaqlarımızı taxdıq. Hazırıq. Disneyland Paris, Fransanın deyil, bütün Avropanın ən çox turist qəbul edən əyləncə parkıdır. İldə milyonlarla insan buranı ziyarət eləyir. Bəs yaxşı, Disney özü kimdir? Walt Disney, animasiya dünyasını dəyişdirən Disney imperiyasının qurucusu və müasir əyləncə sənayesinin ən böyük fiqurlarından biridir. 1923-cü ildə qardaşı ilə birlikdə Disney studiyasını qurur. 22 Oscar mükafatı qazanır ki, bu da rekord sayılır. Düzdür, hələ atraksiyonlara minə bilməmişik növbəlindən. Amma yaparız. Amma Avengers'a gedirik. Bəli. Məqsədimiz Avengers'a girməkdir bu dəqiqə. Avengers kampı sadəcə əyləncə zonası deyil. Konsept olaraq bu yer Avengers komandasının yeni qərargahıdır. Demək ki, yenə attestasiya yazırsan. No. Arzun yeməyini həll edir. Nə? Arzun yeməyini həll edir. Əla. Gəlmişik hara? Hara gəlmişik? Spider-Man'in evinə gəlmişik. Hələ biz hara gedirik? Biz hara gedirik doğrudan? Bura haradır? Bura haradır? Bura haradır? Öz istəyimizlə, öz Haradır bura? ayaqlarımızla. Çok bir söz var ya, Fransız qalmışam. Bir dəqiqə Fransız dilində Fransız qalmışam. Gedirik. Bölümçü adama kömək eləməyə. Spider-Man sənə xilas etməyi öyrədir. Ən məşhur atraksiyonlardan biri də məhz budur. Burada heç bir cihaz tutmadan sadəcə əl hərəkətləri ilə tor atırsan. Texnologiya sənin hərəkətlərini izləyir. Özünü bir anı Spider-Girl hiss etmək çox möhtəşəm idi. Biz Disneyland biletlərini Disneyland Paris tətbiqindən əldə etdik. Bu tətbiq bilet almaqdan əlavə, həmçinin otel, restoran rezervasiyası üçün, parkdaykən atraksiyonların növbə, interaktiv xəritə ilə izlənməsinə, həmçinin şou və parad saatlarını görməyə kömək edir. Deməli, uşaq olanda təbii ki, Disneyin, yəni bütün uşaqlar kimi Disneyin multfilmlərlə böyümüşük, çizgi filmlərlə böyümüşük. Və Rusiyada, Türkiyədə həmişə baxırdım, onların belə bir
kanallarında Disneyland'i göstərirdilər, yəni reklamları gedirdi. Mənə həmişə o maraqlı gəlirdi də və həmişə mənə əl çatmaz gəlirdi. Bura gələndə hər qıraqdan evdəkilər, nə bilim, dostların falan deyirdi, yəni uşaqsan. Gedirsən Parisə və Disneyland'a gedirsən də, niyə də? Mən əslində içimdəki uşağı sevindirmək üçün gəlmişəm bura. Bəlkə sizə indi də gülməli gələcək ki, yəni sevindiyi şeyə bax. Amma bir uşağın arzusunu yerinə yetirdim mən bugün. Bir məsəl var. Allah dəvəyə niyə qanad vermir? Bax, mən o vəziyyətdəyəm bu dəqiqə. Oğul anası olduğunu demədən göstər. Hamı gedir prinsesalara baxır. Biz iki oğul anası gəlmişik. Toy Story'nin oyuncaqlarına baxırıq. Bəli. Hətta burada dinozavr da var. Ayda, çox qəşəngdir. Buzz Lightyear. Ayda. Oh, hələ burada Kars'a baxın. Çox möhtəşəmdirlər. Bildiyiniz nağıllar aləmindəyəm. Ayten telefonu verdi ki mən çekim. Ve elbette ki ben neden başladım çekmeyi? Sevimli Stitch. Oh my gosh. He's so sweet. Ohana family. Ve o sırada Lale. Alacağımız Max desem bir şey. o da Stitch. O da Stitch. 6 avro. Bəli. Bunun həyatı boyu seçməliyik. Məncə də. 12 manat bir çubuğa. Amma gözəldir də. Yəni kiməsə hədiyyə kimi aldı olar. Ki onu hələ ki haqq eləyən kiməsə mən onu hədiyyə, yəni kim alım? Öyle özüm alaram da. 22 avro. From the Ehmalca Beauty yerine koyuruq. and Beast cartoon. Ehmalca yerinə qoyuruq. Mən elə bil sən nə deyirlər ona, roz və açki, çəhrayı açki şey tərəfindəsən. Mən gerçəklikləri yansıdıram. Ama çok şekerdiler. Aytengil bizi orada gözleyerken o sırada biz Oradadılar, onlara bax. Biz də orada naprijonlu vəziyyətdə gözləyirik. Hello! Ayten telefonum ele düşende. O sırada şekil çeken Ayten Hanım, anam, yes. Güneri Hanım poza vermeye çalışırken en fonda Disney. Oh my god, oh my god, oh my gosh. İrade Hanım ama itirdik. Maalesef itirdik. Öz dünyasında, öz aleminde hardasa neyse çekir. Birazdan gelecek ama çok güzel videolara da çekir. Aha, yer değişme oldu. Oh, they noticed me. Oh, oh. Ay. Ve bu günümüze de çok şükür. Söz verdik, ağlamayacağıq, Bəli, mən gözümüzə qulaqlarım. dolmayacaq, Bəli. anın dadını çıxaracağıq sadəcə. Düzdür xanım? Düzdür.
Çox adam bilmir ki, Karib dənizinin quldurları atraksiyonu filmdən əvvəl yaranıb. Sonradan bura aid əsasında məşhur film seriyası çəkildi. Filmlərdən sonra atraksiyona Jack Sərçə, üzr istəyirəm, Kapitan Jack Sərçə əlavə olundu. Karib dənizinin quldurlarından çıxdıq. Demək olar ki, filmdən bir çox səhnəni orada canlandırıblar. Ən əsasdakı, yəni Jack Warabin danışmağı möhtəşəm bir şey. Prosta fransızca danışır. Niço? Onu da keçmək olar, yəni o etaşlarda. Bir də 2 dəfə, yəni sağ olsunlar, üstümüzü az qala birazcık söyləmək istəmişlər, amma çox Yəni necə açıq gözəl fikirləşdilər. idisə biz ona 2 dəfə mindik, yəni. Bəli. Bəli. Uzun, dələ təpə aşaraq tapdıq. Ura! Gəldik, çatdıq. Ha? Oradaydı. Onun için çıkabildim. Buradan gəldik, çıxdıq. İndi görəcəyiniz atraksiyonlar adrenalin üçün yox, uşaqlığımızı yenidən yaşamaq üçündür. Ağca Qız və 7 Cırtdan Disneyin ilk animasiya filmidir və bu atraksiyon ona həsr olunub. Bəzi səhnələr uşaqlar üçün biraz qorxulu ola bilər, amma cadugar səhnəsi ən yadda qalan səhnədir. Deməli, Disney'nin şousu bitdi. Yəni %100 əmin eləyə bilərəm ki, mən həyatım boyu belə möhtəşəm bir şou görməmişdim. Yəni hamımız ağladıq da. O qədər təsirlədi. Sadəcə bir şey var ki, bu bizə təsir eləyir. Məncə indiki uşaqlara heç biri təsir eləməyəcək. Çünki biz bu multfilmlərlə böyümüşük. Həqiqətən o qədər təsirlədi ki, yəni dəhşət bir şeydir, yəni ifadə edə bilmirəm. Yəni hamımızın gözümüzdə olmuşdu. Bütün uşaqlığımız gözümüzün qabağından keçdi. İşte son gecemiz. Paris, sağ ol. Disneyland'den yorulmuş vəziyyətdə. Disneyland'den yorulmuş vəziyyətdə özümüzü hal-hazırda otelə çatdırmağa çalışırıq ki, yataq, səhər duraq, çamadanlarımızı yığaq. Yolçu yolunda gələk. Çünki sabah başqa şəhərə gedirik. Daha doğrusu başqa ölkəyə gedirik. Amma deməyəcəm ara. Hamıya yeni şəhərdən salam. Hətta Ala! üzdü getdi o videonun stadiondan.
Əvaləm verdi reaksiya.